namazdır, orucdur. Bunlar hamısı, hətta hicabdır. Bunlar hamısı dəyərləri qoruyub saxlamaq üçündür insanda. İnsanda ki, mənəvi dəyərlər var. Mən bayaq qeyd elədiyim kimi psixoloji kriteriyalar var. Onları Allah Taala insanın genində kodlaşdırıb. Amma onları qorumaq üçün bu vasitələri qərar verib. Xanımda ismət olmasa hicabın heç bir əhəmiyyəti yoxdur. Yanlış tanınmamaları üçün hicabı vacib eləyib. Allah Quranda sərih ayədir. Ona görə də ilk növbədə ismət. Çünki bugün baxıb görsən biz polisi tanımaq üçün onun xüsusi geyimi var. Həmçinin həkimi tanımaq üçün də xüsusi bir geyim forması var. Və ismətli xanımın da tanınması üçün bir xüsusi bir geyim forması var ki, Allah Taala o isməti qorumaq üçün hicabı vacib eləyib. Eyni zamanda sumu təsihhu deyir Quran, üzr hədisdə. Yəni oruç tutun ki, sağlam olasınız, sağlamlığınızı qoruyasınız. İnsan ki, xəstələndə artıq oruc ona vacib deyil. Oruc sağlamlığı qorumaq üçündür. Oruc insanda olan təqvanı qorumaq üçündür. İnsan ki, əvvəlcə o təqvanı zəxirə eləsin. Ləalləkum təttəqun ki, Allah Quranda buyurur. Bayaq hacımız da qeyd elədi. İttəqullah, yəni Allahı qoruyun. Yəni Allahı biz necə qoruya bilərik? Allah, yəni içimizdəki o dəyərlərdir, o kriteriyalardır ki, onu biz üçün qərar verib. O mənəvi xüsusiyyətlərdir ki, ilahi sifətlərdir insanda. Biz onları qorumaq üçün İttəqullah, təqvalı olmalıyıq ki, onları qoruyaq və onları qorumaq üçün də bizə nəyə ehtiyacımız var? Namaza və oruca bizim ehtiyacımız var.